Buyurun. Məclisimizə böyük sənətkarın Niyaməddin müəllimin, eyni zamanda qardaşımızın gəlişi daha bir gözəllik qatdı, Mikail müəllim. Bu şeirin tarixçəsindən danışırdım. Rəhmətli Zəlimxan müəllimin bir şeiri var. Deyir, ömür xatirəyə dönər ya dönməz, illərin izi var xatirələrdə. Ötən əyyamların, ötən anların dadı var, duzu var xatirələrdə. Xatirələrdə o qədər hadisələr var ki, qəmli hadisələr də var, şirin hadisələr də var. O gözəl günlərin birini xatırlamaq istəyirəm. Fəzail müəllimlə yenə bir böyük el məclisinə dəvət olunmuşduq. Bizim yaxın bir dostumuz var idi, bugün yoxdur, haqq dünyasına qovuşub, Allah rəhmət eləsin. Xalqımızın xeyriyyəçi oğluydu Vidadi Süleymanov, o bizi dəvət eləmişdi. Məclisdə çox sənətkarlar var idi. Nəhayət söz Fəzail miskinliyə verildi. Fəzail müəllim bir sarı tel havası dilləndirdi. Məclisi öz cazibəsinə aldı. Məclis o qədər məftun oldu Fəzail müəllimin barmaqlarına. Vidadi müəllim mənə yaxınlaşdı. Dedi, görürsən də? Dedim, bəli, sazdakı hikmətə bax də. Dedi, bəli, sazda hikmət sözsüzdür. Amma onu çalan oğla da bax. Gör necə çalır. O yerdə yaranan sözdür. 2003-cü il ayın 4-ü 1 yanvarda. Dağlar kimi var vüqarı, bir bağbandır, tutub barı, xalqımızın sənətkarı, xoş müjdəli, aydı, ildi, o miskinli Fəzaildi. Gədəbəy tək səfası var, sarı tel tək havası var, Koroğlu tək davası var, cəngi, misri, elə zildi, o miskinli Fəzaildi. Bax sehirli əllərinlə, pərdələrin dillərinlə, xallarınla, güllərinlə xan arazdı, coşan seldi, o miskinli Fəzaildi. Gümüş tellərə səs verən, şəhidlərə, cavanlara həvəs verən, saza yeni nəfəs verən, Altay onu elə bildi, o miskinli Fəzaildi. Eşq olsun, güz yaşı.